Salam. Meditasiya elə bir şey deyil ki, biz onunla məşğul oluruq, yəni bir praktik olaraq biz onunla məşğul oluruq. O bizi sakitləşdirir, daxilən necəsə bizi rahatlaşdırır, bizi stressdən azad eləyir və ondan sonra biz rahat yaşamağa başlayırıq. Yəni, bu belə bir şey deyil, belə bir alət deyil, belə bir vasitə deyil. Meditasiya bir növ həyatın özüdür. Yəni, sən bu meditativliyi öz həyat tərzinə çevirməlisən. Meditasiya elə bir qapıdır ki, həyatın bütün gözəllikləri, yəni həyatın sənə verə biləcəyi bütün gözəlliklər, bütün müsbət dəyişikliklər, bütün hədiyyələr, həyatın sənin üçün hazırladığı bütün hədiyyələr, bütün dəyişikliklər, hamısı o qapıdan gəlir. Ona görə sən bu qapını hər zaman açıq tutmalısan. Yəni, mən oturum, tutaq ki, bugün 1 saat meditasiya edeyim və ondan sonra mənim bütün işlərim yağ kimi geçsin. Bu belə bir şey deyil. Meditativlik hər şeyə, həyatın hər şeyinə, hər halına, hər hadisəsinə tətbiq etməli olduğun bir şeydir. Bəzən deyirlər ki, mən getdim hardasa bir sakit yerdə, bir səssiz bir yerdə oturdum, özümü dinlədim, öz fikirlərimi izlədim, öz ağlımı izlədim və çox yaxşı hiss elədim özümü. Amma qayıtdım, yenə də olduğum mühitə, yaşadığım mühitə, insan içinə qarışdım. Yenə də həmin adam oldum, yenə də gərginlik, stres və s. Bu, meditasiyanı yanlış anlamaq deməkdir. Meditasiya belə bir şey deyil. Meditasiyanı biz hər anımıza, hər bax, məişətimizə, həyat nədir? Həyat bizim məişətimizdir. Həyat hansısa belə bir mücərrəd bir şey deyil. Bizim bax, bu an baş verən, həyatımızda bu an baş verən, bu kiçik, əhəmiyyətsiz hesab elədiyimiz hadisələrdir həyat. Bax, o meditativliyi biz bunların hamısına, o kiçik hesab elədiyimiz hadisələrin hamısına özümüzdə yaratmalı olduğumuz bir münasibətdir meditativlik. Meditativ münasibət olmalıdır bizdə həyata qarşı. Bəzən deyirlər ya, o böyük müəllimlər, ustadlar deyirlər, get bu məsələ ilə bağlı meditasiya ilə. Bu nə deməkdir? Yəni, get bu məsələni qoy qarşıva, bu problem, sən ki, bu dəqiqə həyatında bu problemlə üz-üzəsən, get buna meditasiya ilə, bununla meditasiya ilə. Yəni, bunu qoy qarşına, buna meditativ münasibət yarat içində. O nə deməkdir? Biz adətən nə cür yanaşırıq həyata, həyat hadisələrinə? Ağıldan yanaşırıq, düzdürmü? Ağlımızın içindəki təsəvvürlərdən, fikirlərdən, qorxulardan, bu cürdür də, bizdə bu cür kodlanıb, bu cür proqramlaşdırılıb bizim bütün reaksiyalarımız. Və indi hansısa sənin həyatında bir hadisə baş veribsə, səni gərginləşdirən, sənə stres verən, bax, orada həmin o proqramdan kənara çıxmalısan. Meditasiya dediyimiz şey budur. O öyrəşdiyin, vərdiş elədiyin, proqramlaşdırılmış vəziyyətdən kənara çıxmalısan. Həyata belə çılpaq gözlərlə baxmalısan. Yəni, o fikirlərdən, qorxulardan aralanıb, bax, bir problemdir, bir də sənsən.
Meditativlik budur. Ağıldan çıxmaq. Və bunun üçün harasa gedib, hansısa bir sakit yerdə oturmaq da şərt deyil. Bunu ona görə eləyirlər ki, bunu ona görə tövsiyə eləyirlər ki, çünki sizin ağlınız normalda çox işin içindədir. Çox müdaxilə etmiş vəziyyətdədir normalda. Biraz, yəni onu sakitləşdirmək üçün ilk başda bunu tövsiyə edirlər. Amma sən sonra gec-tez sən cəmiyyətə qayıtmalısan. Və cəmiyyətə qaydanda buradakı məsələlərlə də həmin münasibəti yaratmalısan. Sən həmişə tənha olmayacaqsan, sən həmişə gülşənişin həyat yaşamayacaqsan. Sən cəmiyyətə elə məsələ ondadır ki, sən cəmiyyətdə baş çıxara bilmirsən həyatla. Təklikdə asandır, sənə heç kim dəyib dolaşmayandan sonra hər şey əladır onsuz da. Bax, mən də hər zaman deyirəm ki, meditasiyanı birincisi normal vaxtlarınızda eləyin, yaxşı vaxtlarınızda eləyin. Yəni, problemin olmadığı, adi rutin işlərinizi edərkən, rutin halınızda bunu eləyin və sonra yavaş-yavaş daha çətin situasiyalara bunu tətbiq edin. Yəni, həyatınızda hansısa bir hadisə baş verdi, bir stresli hadisə. Biz normalda nə edirik? Normalda biz başlayırıq vurnuxmağa. Dərhal o proqramlar işə düşür, dərhal qorxular işə düşür, görəsən necə olacaq, görəsən bu məsələ yaxşıya doğru həll olunacaqmı ya yox, biz başlayırıq qorxmağa. Bax, o qorxu bizi, qorxu nədir? Qorxu bizim bütün bədbəxtliklərimizin səbəbidir. Qorxular. Ən kiçiyindən ən böyüyünə. Bizi rahat yaşamağa qoymayan şey qorxudur. Və qorxular işə düşür və vəssalam, bizim bütün huzurumuz gedir. İndi biz nə etməliyik? Biz bu hadisə ilə necə meditasiya etməliyik? Biz o qorxunu qoyuruq kənara. Yəni, qorxunu özümüzdən uzaqlaşdırırıq. Qorxunu özümüzdən ayırırıq. Problemdir? Hə, problemdir. Belə bir problem olub. Belə bir iş mənim başıma gəlib. Bu artıq baş verib. Mən buna sadəcə baxıram. Gələn bütün fikirləri əlimdən itələyirəm. Gələn bütün fikirləri ignor edirəm. Sadəcə hadisədir, bir də mənəm. Praktiki olaraq o problemi aradan qaldırmaq üçün nəsə edə bilirəmsə, dururam, sakitcə edirəm. Heç bir fikrə baş qoşmadan. Əlimdən gələn nəsə varsa, onun hamısını edirəm. Əlimdən gələnlərin hamısını edirəm. Amma fikirləri, qorxuları işə salmadan, vurnuxmadan. Bu çox önəmlidir. Bax, meditativlik budur. Filan hadisə ilə meditasiya elə demək, bu deməkdir. Biz bunu hər zaman eləməliyik. Və belə-belə biz yüksəlirik, belə-belə biz təkmilləşirik, inkişaf edirik, yetkinləşirik və müdrikləşirik. Hər dəfə bizə daha tanış olmayan bir situasiyada, yeni bir situasiyada biz yenə meditativ yanaşmalıyıq ki, bizə yeni təcrübələr gəlsin. Bizim həyatımız bu cür dəyişir, bu cür biz böyüyürük. Hər dəfə sənin üçün yeni olan hər şeylə meditativ olmalısan, hər şeyə meditasiya eləməlisin. Yəni, yenə deyirəm, meditasiya gedib, nə bilim, gününün bir hissəsini 5 dəqiqə mən meditasiya elədim və bu da mənim həyatıma belə öz işığını saçacaq elə bir şey deyil. Yəni.
Sən hər şeyə meditativ yanaşmalısın. Hər şey dediyim, yəni bu demək deyil, mən bütün günüm meditativ əhval-ruhiyyədə olmalıyam. Yox. Məsələn, mən elə gün olur ki, ümumiyyətlə olmuram, yəni meditativlik olmur məndə qətiyyən. Amma mən hiss edəndə ki, nəsə mənim üçün yeni olan bir hadisə baş verib, orada necəsə düzdür, məndə artıq bu baş vermir, məndə belə qorxular işə düşmür demək olar ki. Yəni məndə bu biraz avtomat rejimə keçib. Mən bunu daha çox nə bilim, sırf fiziki vəziyyətimə görə eləyirəm. Yəni biraz özümü saxlamaq üçün, görəndə ki, məsələn, yoruluram artıq fiziki olaraq, biraz balans yaratmaq üçün mən özümdə bu reaksiyaları işə salıram. Amma buna gəlib çatana qədər sən hər növbəti hadisədə, hər sənin üçün yeni olan hadisədə görürsən ki, sən burada artıq o vurnuxma gəlir sənə. Bax, mənə o vurnuxma gəlmir. Yəni, ən azı çoxdandır gəlməyib. Bəlkə indi sabah mənim başıma elə bir hadisə gələcək ki, mən başlayacağım vurnuxmağa, amma indiki həyat şərtlərimdə bu yoxdur. Bəlkə sabah nəsə bir ekstremal bir hadisə baş verə bilər, heç gözləmədiyim bir şəraitə düşə bilərəm. Onda o gələr və onda da mənim edəcəyim şey nə olacaq? Yenə də bax, bu meditativliyi işə salacaq. Yəni, durursan, sadəcə durursan, dayanırsan. O ağlın axını ilə getmirsən. Durursan və baxırsan. Yenə deyirəm, əlindən gələn bir şey varsa, praktiki olaraq edirsən, yoxdursa, durursan və baxırsan. Bir hadisədir, bir də sən. İzləyirsən, sadəcə izləmə mövqeyinə keçirsən. Heç nə eləmirsən, müdaxilə eləmirsən, vurnuxmursan. Bax, dəyişikliklər bu cür gəlir. Ona görə mən deyirəm ki, mən yox, çoxla bunu hər kəs deyir ki, meditasiya yəni həyatın özüdür. Özüdür o mənada ki, həyatı duymaq üçün, yəni onu necə varsa o cür görmək üçün, reallığı görmək üçün, həqiqəti görmək üçün, həqiqəti tapmaq üçün. Bax, onunla eyni dalğada dayanmalısan. Biz normalda onunla eyni dalğada deyilik. Biz onunla eyni səviyyədə deyilik. Biz başqa səviyyədən yanaşırıq həyata. Biz vurnuxuruq daim, vurnuxaraq baxırıq həyata. Bax, onu duymaq üçün, o reallığı tam olduğu kimi görmək üçün o aparatı söndürməliyik. O ağıl aparatını normalda yaşadığımız, daim içində olduğumuz o səviyyədən çıxmalıyıq. Başqa bir səviyyəyə keçməliyik. Və bax, bütün dəyişikliklər də bununla gəlir. Biz bununla, fikirlərimiz də bununla dəyişir. Dünya görüşümüz bununla dəyişir. Yəni, dünya görüşü sadəcə onunla dəyişmir. Mən oturum, bütün günü oxuyum, yeni məlumatlar alım, yeni biliklər alım və mənim dünya görüşüm dəyişsin. Yox, bu elə bil ki, quşun iki qanadı kimi bir şeydir. Əgər bir tərəfdən sən araşdırıb öyrənirsənsə, digər tərəfdən sən bunu o meditativlik qapısı ilə alırsan, yəni təcrübə qapısı ilə alırsan, o praktika qapısı ilə alırsan. Yəni, ağlını sakitləşdirməlisən, mütləq. Sakitləşmədən o bulanıq su kimi, yəni hər şey həmişə bulanıq olacaq. Əgər biz onu daim çalxalayırıqsa. Amma qoysaq stəkanı yerə, o birazdan o bulanıqlığı yaradan şeylər çökəcək suyun dibinə və biz suyu şəffaf görəcəyik. Ona görə bu həyatı şəffaf görməmiz üçün, olduğu kimi
görməyimiz üçün biz dayanmalıyıq. Həyata münasibətdə dayanmalıyıq. Vurnuxmamalıyıq. Bilmirəm, mən bu vurnuxma sözünü başqa hansı sözlə əvəz eləyə bilərəm, ifadə eləyə bilərəm. Mən vurnuxmaq sözü xoşuma gəlir. Yəni vurnuxuruq. Bax, yəni qorxuruq. Vurnuxmanı yaradan qorxudur. Etməməli olduğumuz nə qədər şey edirik, hansısa bir hadisə başımıza gəlir. Halbuki heç nə eləmək lazım deyil. Sadəcə aralanırsan, bax o hadisədən. O hadisənin sənə sanki heç bir dəxli yoxdur, heç bir aidiyyatı yoxdur. Aralanırsan və sadəcə izləmə mövqeyində qalırsan. Çünki əslində də o hadisənin sənə aidiyyatı yoxdur. Bax, onda hadisələr öz axını ilə gedir və hər şey yerinə oturur. Yenə deyirəm, praktiki olaraq nəsə eləməlisənsə, durursan, eləyirsən. Əgər sənin evində nəsə dağılıbsa, sınıbsa, yəni bunu düzəltmək üçün nəsə eləyə bilirsənsə, bunu eləyirsən. İstənilən problemdir, mənim misallar ağlıma gəlmir. Ağlınıza gələ biləcək nə qədər problem varsa, bu yaranırsa, bunu həll etmək üçün nəsə eləyirsən. Amma vurnuxmadan, qorxmadan, görəsən necə olacaq düşüncələrinə qapılmadan sadəcə eləyirsən və gözləyirsən. Gözləyirsən deyəndə bu gözləməni də belə gərginlik anlamında demirəm, yəni. Sadəcə izləyirsən. Yəni, bax, bu cür dəyişir həyat. Həyat meditasiya ilə dəyişir. Yəni, bunu dəqiq deyə bilərəm. Yəni, yaxşıya doğru, inkişafa doğru yalnız bu şəkildə dəyişir. Ona görə də, bax, belə xülasə eləyə bilərəm. Birincisi, imkan tapdıqca, yadına düşdükcə, yəni şərt deyil ki, mənim indi problemim var ya, yoxdur. Adi ən yaxşı vaxtında belə, ən sevincli vaxtında belə elədiyin şeyləri, yaşadığın şeyləri meditativ eləməyə çalış. Ən kiçik, primitiv məişət hadisələr, gündəlik elədiyin rutin işlər. Onları meditativ eləməyə çalış. Yəni, gedib meşədə oturub, tutaq ki, meditasiya edəcəksənsə, o meşəyə gedən yolda da meditasiya eləyə bilərsən. Şərt deyil gedib meşədə oturasan. Meşəyə gedənə qədər də sən varsan, düzdürmü? Sən varsan və həyat var. Yəni, mən meşəyə gedən yolda vurnuxum, amma sonra gedim meşədə oturum, meditasiya eləyim və bununla da işlər düzəlsin. Elə olmur. Bir dəfə meşəyə gedən yolda elə, bir dəfə meşədən qayıdan yolda elə, bir dəfə orada elə, bir dəfə burada elə və belə-belə sənin üçün qaranlıq, qorxulu tərəfi qalmır həyatın. Hər şeylə meditasiya elə. Qorxduğun nə varsa, qoy qabağa, onunla meditasiya elə. Hər kəs öz qorxularını bilir də. Yəni, bu nə deməkdir? Bu, başqa bir sözlə qorxunun üzərinə getmək deməkdir. Qorxu ilə üzləşmək deməkdir. Meditasiya eləmək, qorxu ilə üzləşmək deməkdir. Yəni, bayaqki məsələyə qayıdıram, xülasə məsələsinə. Birincisi, bunu mümkün qədər yadına düşdükcə adi gündəlik həyatında, rutində eləyirsən. Bu məsələnin bir tərəfi.
İkincisi də nə vaxt görürsən ki, bax sən artıq bunu gündəlik həyatında eləyirsən və görürsən ki, hə normalda bir qeyri-adi bir hadisə baş vermədiyi təqdirdə sən daxilən rahatsan, huzurlusan, amma birdən-birə bir qeyri-adi bir, gözləmədiyin bir hadisə olur və sən orada bütün o daxili şeylərin qarışır hamısı. Daxili rahatlığın qarışır və bir çaşqınlıq əmələ gəlir səndə, bir stres əmələ gəlir. Ay görəsən nə oldu? Mən axı rahatlanmışdım, mən axı huzuru tapmışdım. Nə oldu birdən-birə bunlar hamısı əlimdən çıxdı? Heç nə əlindən çıxmayıb. Sadəcə sən yeni bir həyatın yeni bir üzü ilə üz-üzəsən. Yeni bir üzü ilə qarşı-qarşıyasan və indi onun imtahanından keçməlisən. İmtahandan keçmək də yenə də nə ilə olur? Meditasiya ilə olur. Həmin hadisəyə meditasiya edirsən. Bax belə. Belə-belə bir yerdən sonra sən görürsən ki, artıq bu şeylər hamısı avtomatda olur. Yəni çox da səy göstərmək, çox da nəyisə xatırlamaq, nəyisə eləmək lazım gəlmir. Bunlar necəsə bir rejimə düşür və o rejimdə davam edir.